Hı. Başladıq. Hamı söhbətlər hissəsindən girsin çata. Müəllimlər, mənə deyin görüm, ümumi təhsilin məzmunu hansı prinsiplər əsasında hazırlanır? Ümumi təhsilin məzmunu. Yəni qısa da yazsanız mən başa düşəcəm. Aha, Elmira müəllimə, əla. Birini yazdınız. Aha. Əla. Əla, Güncəmal müəllimə. Günyəvlik, əhsən müəllimlər sizə. Nəticə yönümlülük və tələb yönümlülük yox idi Arzu müəllimə. Tələb yönümlülük yox idi canım mənim. Ümumi təhsil məzmununda tələb yönümlülük yoxdur. Tələb yönümlülüklə qiymətləndirmə standartı yoxdur. Bəli, bir dəfə də sayıram. Şəxsiyyət yönümlülük, şagird yönümlülük, nəticə yönümlülük, inteqrativlik, dünyəvilik və varislik müəllimlər 6 prinsip əsasında hazırlanır. Dövlət standartları neçə il qüvvədə qalır? Əhsən müəllimlər, sizə 5 il. Müəllimlər, bu nəyin tərifidir? Təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulmuş dövlət tələbidir. Təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbidir. Bax, Heyra müəllimə qiymətləndirmə standartı yazdı. Qiymətləndirmə standartında həmişə deyirəm müəllimlər, nailiyyət sözü var. Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Arzu müəllimə ilə Güncəmal müəllimə 6 standart yazdı. 6 standart təhsil alanların bilik, bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Amma müəllimlər, təhsil alanların bilik, bacarıq, vərdiş səviyyəsinə qoyulan dövlət tələbi dövlət standartı idi. Yəni təhsil standartı idi müəllimlər. Ümumi təhsilin idarə olunması hansı prinsiplər əsasında idarə olunur? Ümumi təhsilin idarə olunması. Hansı prinsiplər idi müəllimlər? Ay sağ olun, əla, hesabatlıq, inkişafı monitoringi, əla. Bir hansı idi müəllimlər? Bir dənə də var idi. Əla, seviniz müəllimə, məsuliyyətin bölüşdürülməsi. Müəllimlər, ümumi təhsilin, yəni işlədiyiniz məktəblərin idarə olunması 3 prinsip əsasında təşkil olunurdu. İnkişafı monitoringi, məsuliyyətin bölüşdürülməsi və hesabatlıq. Aha, davam edirik. Mənə deyin görüm elə müəllimlər, deməli, təhsil verənlərin keyfiyyət göstəriciləri. Bax, müsahibə sualdır. Müsahibədə də bu sual verəcəklər sizə. Bir müəllim kimi hansı keyfiyyət göstəriciləriniz var? Arzu müəllimə, kurikulumun keyfiyyət göstəricisi demirəm canım. Təhsil verənlərin, biz müəllimlərin hansı keyfiyyət göstəriciləri var? Bəli, sevinc müəllimə, empatiya, əməkdaşlıq, özün ifadə, əla, savadlılıq, həssas ünsiyyət qurma bacarığı. Bu kimi keyfiyyət göstəricilərimiz var. Aha, mənə deyin görün müəllimlər. Maddi texniki bazaları. Nə yadınızda qalıbsa yazın. Maddi texniki bazalar. Kitabxana yox, Elmira müəllimə, kitab. Kitabxana artıq infrastrukturdur. İçindəki kitablar maddi texniki bazadır. Əla, sevinç müəllimə, emalatxana, kitab. Aha, vəsait sözü ilə bitənlər, əla Heyra müəllimə, texnoloji vəsaitlər, lövhə, müəllim, şagird, müəllim yox, Arzu müəllimə, şagird yox, biz əşya deyilik. Maddi texniki baza, məktəbin içində nə var? Otaqları bir-bir gəzirsiniz, gətirin otaqları gözünüzün qarşısına. Akt zalı, idman zalı, bufet, laboratoriya, emalatxana, daha sonra deməli, ədəbiyyat fondu, kitab, sonu texnologiya sözü ilə bitənlər, sonu vəsait sözü ilə bitənlər, hər biri aiddir maddi texniki bazaya. İndi infrastrukturu sayın mənə müəllimlər. İnfrastruktur böyük olanlardır və məktəbdən kənardadırlar. Əla, internet, meydança, bina, kitabxana, əhsən sizə müəllimlər, bina, internet, bax, kommunal evdə verdiyiniz xərclər, su, işıq, internet, istilik, hamısı infrastrukturdur. Bəli. Sonra bayaqlara Arzu müəllimə müəllim yazmışdınız. Pedaqoji kadrla təminat infrastrukturdur. Biz müəllimlər infrastruktur gedirik. Biz olmasa o bina nəyə lazımdır? Hər biri infrastrukturdur. Yaş obyektləri, təlim meydançaları, hər biri infrastrukturdur. Bax, görürsünüzmü? Nə deyirəmsə məktəbdən çöldədir. Hər biri infrastruktur gedəcəklər müəllimlər. Amma koridorda gəzirsiniz, otaqları görürsünüz.
Onlar hamısı maddi texniki bazaya aiddirlər. Yaxşı, mənə deyin görün müəllimlər. Kompetensiyalar hansı təşkilat tərəfindən və neçənci ildə verilmişdi? Kompetensiyalar hansı təşkilat tərəfindən və neçənci ildə verilmişdi? Əhsən. 2006-cı il güncəman müəllimə. 2006-cı ildə 2014-də etik davranış qaydası idi. 2006-cı ildə və hansı təşkilat tərəfindən verilmişdi müəllimlər kompetensiyalar? Hansı təşkilat tərəfindən verilmişdi? Yox, BMT, UNESCO. Avropa Şurası tərəfindən. Bütün təşkilatları saydınız. Avropa Şurası tərəfindən verilmişdi. Bax, Sevinc müəllimə qəşəng qısaldıb aş sözü ilə yadda saxlaya bilərsiniz. Bəli. Avropa Şurası tərəfindən verilmişdi. Müəllimlər, mənə deyin görüm. Rəqəmsal savadlılıq deyəndə nəyi nəzərdə tutur? Rəqəmsal savadlılıq deyəndə nəyi nəzərdə tutur? Əla, Arzu müəllimə, İKT. Əhsən, sizə müəllimlər, İKT. Aha. Aha. Əhsən, Heyran müəllimə, əla. Kompüter, notebook, netbook. Yəni, telefondan, kompüterdən falan başımız çıxmasın. Lori dildə deyək. Yaxşı müəllimlər, şəxsi sosial və öyrənməyi öyrənmək kompetensiyası deyəndə nəyi nəzərdə tutur? Əvvəl şəxsi sosial deyin. Şəxsi sosial nədir? Bəli, məsuliyyətini. Ay, sağ olun müəllimlər. Məsuliyyətini dərk etməsi idi. Bəli. Bəs öyrənməyi öyrənmək nə idi müəllimlər? Əhsən Elmira müəllimə. Metakognitiv biliyimiz elə deməkdir bizim. Əla. Əla. Mədəni məlumatlılıq və özünü ifadə etməsi. Mədəni məlumatlılıq və özünü ifadə etməsi. Mədəni məlumatlılıqda, müəllimlər, öz ölkəsi yoxdur. Mədəni məlumatlılıq, mədəni deyəndə təkcə öz mədəniyyətimizdən yox, başqa dövlətlərdən söhbət gedir. Mədəni məlumatlılıq. Başqa xalqlardan söhbət gedir. Həmişə mədəni sözün yadda saxlayın. Bu aiddir başqa xalqların, başqa dövlətlərin, bəli, mədəni müxtəliflik. Biz hörmətlə yanaşmağımızdan söhbət gedir. Amma fəal vətəndaş mövqeyi desə, müəllimlər, ay, sağ olun Arzu müəllimə, bax, bu artıq olacaq öz ölkəmiz. Öz ölkəmiz haqqında, öz rayonumuz haqqında, öz şəhərimiz, kəndimiz haqqında məlumatlı olmağımız. Məsələn, bir vətəndaş kimi xəbərləri izləməyimiz, dövlətlə, siyasətlə maraqlı olmağımız, şəhidlərimiz, qazilərimizi tanımağımız və s. müəllimlər. Yəni, özümüz haqqında məlumatlı olmağımız deməkdir. Sahibkarlıq kompetensiyası deyəndə nə başa düşürsünüz, müəllimlər? Sahibkarlıq kompetensiyası. Sahibkarlıq kompetensiyası deyəndə nəyə başa düşürsünüz? Ay, sağ olun müəllimlər. Bəli, sahibkar, maliyyə savadlığı, yəni hər hansı bir layihəni, təşəbbüsü irəli sürməyimiz deməkdir müəllimlər. Savadlılıq kompetensiyası bəs nə idi müəllimlər? Savadlılıq kompetensiyası. Ay, sağ olun müəllimlər. Müəllimlər, etik davranış qaydasının hansında dəyişiklik yaranmışdı? Etik davranış qaydasının hansında dəyişiklik yaranmışdı? Ay, sağ olun, konfidensiallıq çıxarılmışdı və orada bizdə qanun, deməli, qanun aliliyi, qanunçuluq olmuşdu. Amma bu informasiya hələ rəsmi hər hansı bir kitabda falan yoxdur. Amma dəyişiklik var. İndi hər hansı bir vəsait falan olmadığı üçün siz hər ikisini yadda saxlayırsınız. İmtahana gedəndə sizə lazım olacaq. Hər ikisini. Mən o biri materialını da atacağım sizə. Hər ikisini yadda saxlayırsınız. Bəli, dəqiq deyil hələ. Amma yenə də bilin müəllimlər. Sonra, deməli, müəllimlər, hansı etik davranış qaydası idi ki, keyfiyyətli və səmərəli sözü açar sözümüz idi? Keyfiyyətli və səmərəli sözü açar sözümüz idi.
Hansı etik davranış qaydasındaydı? Ay sağ ol müəllimlər, vicdanlılıqdaydı. Əla. Bəs hansındaydı ki, müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirməməlidir? Ay sağ olun müəllimlər. Loyallıq idi. Əhsən sizə müəllimlər. Loyallıq idi. Aha. Sonra müəllimin saç düzümü, makiyajı, tənqidi qəbul etməsi, nəticə çıxartması hansında idi? Ay sağ olun müəllimlər. Mədəni davranış. Aha. Müəllimlər, mən bir dəqiqə gözləyin, çox xahiş edirəm. Yarım saniyəyə belə deyim də gəlirəm, bir dəqiqə.